Salam dəyərli tələbələrim, bu günləri mənə icmaldan atdığınız əl işlərinizə baxacağam. Yəni həqiqətən aralarında çox qəşəng əl işləri vardı və görürəm ki, uşaqların marağı, istəyi də var. Və niyə də olmasın, niyə də bu arada gəlməsin? Çalışın əl işlərinizə atın, başqalarına da ilham olsunlar. Çünki başqası əl işlərinizi görəndə deyir ki, mən niyə atmayım? Mən də atım. Növbəti seriya mən də atım. Artıq nə olur? Zincir yaradılır. Yəni hər 5-ci günü bu video gəlir və hər dəfə də çox fərqli və qeyri-adi maraqlı əl işləri görürəm. 6 yaşından 18-nə, 24-nə qədər hər yaş kateqoriyasında görürəm və əslində orta yaş olanlar, məsələn 6-cı sinif, 7-ci sinif aralığında çox olur. Çünki o vaxtda artıq sən bir peşə seçirsən. Sən artıq bir peşəyə yiyələnirsən və deyirsən ki, mən bu olacağam. Əlbəttə ki, biz 1-ci sinifdən 11-ci sinifə qədər nə olacağımızı hər dəfə fərqləndiririk. Mən kosmonavt olacağam, mən rəssam olacağam, mən müəllim olacağam, mən ana olacağam. O qədər maraqlı peşələr seçirik ki. Həqiqətən bu fantaziya, bu düşüncə olur və biz gələcəkdə də onun planını, onun xəyalını qururuq. Yəni bir sözlə bu serinin ardı gələcək və bunun üçün də videoyu bəyənib paylaşmağı və ən əsası da kanala abunə olmağı unutmayaq və ən bəyəndiyim hissə, ən zövq aldığım hissə əl işlərinizə baxmaq. İlk işimiz balaca qızımız və yeni ilə özəl çəkib. Mənim çox xoşuma gəldi. Özü belə səliqəli formada işləmək xoşuma gəldi. Afərin quzum. Afərin həqiqətən. Və bu işi də burada anime formasında işləyib maraqlıdır. Sadəcə çalış vərəqin ortasından işlə, amma mənə xoşuma gəldi. Məncə az yaşlıdır və yaşına görə uyğun çəkib. Və bu iş. Mən bu yaşı görəndə çox təəccübləndim. Qurmağı olsun, rənglərin vəhdəti olsun, işıq, kölgə olsun. Həqiqətən çox qəşəngdir. Hələ tamamlanmamış versiyasıdır. Tamamlananda da mütləq icmalı atasından. Yəni çox bəyəndim. Burada da 14 yaşlı bir qızımızdır. Adım Gülaydı deyir. Və mən bunu da çox bəyəndim. Qulaşına deyəsən işləyib. Yəni həqiqətən çox maraqlı işləyiblər. Həqiqətən bu yaşda bu istedad, afərin sizə. Yəni bu iş də çox qəşəngdir. Sadəcə quş biraz o günəbaxanlardan seçilmir. Nəyə görə? Çox belə şeydir, amma yaşa görə məncə superdir, əladır. Bu da çox qəşəngdir. Yəni həqiqətən afərin ol. Hətta suyun ördəyin o dayandığı suyun onun əksi həqiqətən çox maraqlıdır. Əhsən. O rənglər çox mənim xoşuma gəldi. İsti-isti vurursan, qorxmursan. Yəni məsələn bu iş də qəşəngdir. Amma mən nəsə o naturmortu çox bəyəndim. Və bu işi görəndə təəccübləndim. Burada da balaca qızımız yazır, sevilirsiniz. Mən də sizi həqiqətən çox sevirəm. Və bu belə əl işləri görürəm, həqiqətən halaldır deyirəm. Yəni həqiqətən bir sözlə quzum, sən davam elə bu işdən, sənəti davam elə. Və bu qızımız deyir ki, necədir? Videoya göstərə bilərsiniz. Çox sağ olun. Mən də çox qəşəngdir. Yeni il bu havasını sevirik. Yeni il sizə uğur və xoşbəxtlik gətirsin uşaqlar. Yəni nə istəyirsinizsə bu il gerçəkləşsin və bu balaca təsvirləri də görəndə adam biraz da sevinir. Əhsən, bu da çox şirindir. Şaxta havasına bax. Afərin quzum. Burada da gözəldir quzum. Salam yazıb. Necə çəkmişəm? Qəşəng çəkmişəm. Sadəcə çalış quzum. Hər birini ayrı vərəqdə işlə. Belə hamısı bir yerdədir, amma maraqlı görsənir. Ya deyib, quzumuz deyir, salam necəsiz? Çox sağ olun, mən yaxşıyam. Adım Emiliyadır. Soyadı da Səfərova. 3 gün 3 əl işim var. Necə olub? Mən 2 göz çox qəşəngdir. Bu da çox qəşəngdir. Dekorativ formadadır. Bunu rəngli işləsən çox əla olur. Bu da qəşəngdir. Məsələn, burada saçı ön plana atmısan. O çolkalar olsun, saç forması olsun. Məncə afərin. Hər gün işləmirsən. Əhsən. İnşallah gələn seridə də atasan, baxaram. Yəni sevə-sevə. Aha, yenə 13 yaşlı. Baxın. Əsasən yaş kateqoriyalı bu ərəfələrdə olur. Və 13 yaşında uşağın üçün məncə çox qəşəngdir. Səfərova quzum, sən də öz yaşını yazasan mütləq. Çünki mən arada unuduram. Yaşa görə əsasən qiymətləndirməyə sevirəm. Çünki hər bir yaşın öz potensialı və istedadı var. Aha, burada yazıb salam. Axır ki, məktəb qaytardı şəkillərimi mənə. Və bunlar məktəbə tapşırmışdı çəkməyə. Hələ var, amma qanunları vermədilər. Vatandadır. Burada kvadrat kimi düşüb üzərinə basıb tam formada SS eləyə bilərsiniz. Aha, çox da tam SS eləmirəm quzum. İstəyirəm ki, tam formada adınız hamısı görsənsin. Və Çingiz Mustafayevini də çox bəyəndim. Əvvəlki təsviri də çox bəyəndim.
Yəni çox qəşəng işləyirsən. Yaşını da gələn seridə mütləq yazasan quzum, çünki çox maraqlıdır. Yəni hər biri çox qəşəngdir. Yəni bir-bir burada da görürsüz uşaqlar. Mütləq şərh bölməsində də hansını daha çox bəyəndiniz, mütləq qeyd edin. Əlbəttə ki, hər kəsin öz yaşı var. Əlbəttə ki, müəyyən çərçivə daxilində rəy bildirin. Qətiyyən yəni əksik bir söz yazmayın. Çünki heç vaxt belə şeylərə xoş baxılmaz. Əziyyət çəkən də, qırağdan baxan biri də. Bir sözlə belə işləməyə davam et və Şahin Ağayevin yeni əl işləri. Burada trallallero, trallel. Bunlar trenddə olan həmin o canlılar ki var, 2 dənə elementi birləşdiriblər, fərqli-fərqli komplimentlər yaradıblar. Yəni mən bəzilərinin mənası qəsdirlər pisdir, amma mən orada təsvir edilənlər xoşuma gəldi. Sadələşdirmirsən, elə bir stilizə formasına gətirmirsən. Bu da çox qəşəngdir. Üst-üstə qoyulan balışlar, yastıqlar qəşəngdir. Məncə qəşəng maraqlı görsənir. Məsələn bu Tum Sahur, bu da qəşəng, çox şirin görsənir. Üz mimikasına baxın uşaqlar. Hansını çox bəyəndiniz, mütləq şərh bölməsində bildirin. Və Şahin Ağayevin də YouTube kanalı var. Orada Rəsm Dünyası adlı bir kanaldır. Yəni istəsəz gələn videoda da, o adda da linkini yerləşdirərəm ki, baxa bilərsiniz. Maraqlıdır. Məsələn külək turbini, bu da qəşəngdir. Bu da qəşəngdir. Məsələn, əl darağını daha çox saç ustaları ilə əlaqələndirə bilərsən. Bu məsələn mişar daşı. Məsələn, buzu dondurma ilə nəsə yay fəsli ilə əlaqələndirən bir kompozisiya ilə birləşdirsən. Məsələn, lələyin özü. Lələyi əsasən biz kitablarda yazı yazmaq üçün belə kompliment şeylərlə birləşdir. Buz, dondurma da var imiş. Nə yaxşı. Məsələn, buz bunun yanına qoy. Bir-iki dənə yay ilə əlaqəli daha da kompozisiyan çox maraqlı olacaq. Belə də qəşəngdir. Öz stilin, öz dəsti xəttin var. Bu çox şirindir. Bu da qəşəngdir. Mən ikisini çox bəyəndim. Tum sarıdan bu balerin formasına. Buna söz ola bilməz. Bu da çox qəşəngdir.